balalar bir payız səhəri məktəbə gəldilər. Hərəsi bir qapalı qutu. Digər bunları tanı, görüm necə tanıyacaqsan. Hamısı ana qızısı, dünyanın nazı niməti, ailənin sevinç payı. Bizləri həyata sıxı-sıxı bağlayan ümid çırağımız. Tanıdıq da, öyrəndik də, əyləndik də. Bugün vidalaşırıq. Bir gündə uşaqlar Muradın gözləri dolub. Heç kəsə aman verməyin Yusif susu. Dildil ötən Fərid çaşqındır. Yerli yersiz suallar verən Əmrah dalğındır. Kisəyən Ləman fikirlidir. Ortalığı qarışdıran Nurlana çox səmimidir. Qayğıkeş mələk bu gün də öz missiyasını məharətlə yerinə yetirir. Mərhəmətini heç kəsdən əsirgəmir. Sunar nə baş verdiyini anlamır. Asta-asta danışan Gülər yaman da olub. Elə bir himə bəndli ki, ağlasın. Təkəbbürlü Məhəmməd də deyəsən ovğalığını unudub. Əziz şagirdlərim, hərəniz bir ağ lövhə idiniz. Həyatınızı eyni boyalarla rəhləyə bilməzdim. Çünki sizlər fərqli idiniz. Sizinlə ömrüm payız çağında çalışdım. Çalışdım ki, hər günümüz xoş xatirəyə çevrilsin. Hərənizin həyatına bir rəng qatmağa çalışdım. İnanıram ki, ailəniz, eliniz, obanız, vətənimiz Azərbaycan üçün xeyirli vətəndaş olacaqsınız. Yolunuz açıq olsun. Haqqınızı halal edin. Sevgilərlə sizin ibtidai sinif müəlliminiz Şükufə Fərmanova. Eğrisini, düzünü, insanların özünü. Həqiqətin gerçəyi, heç nə adlı hər şeyi. Hər şey adlı heç nə. Sevməyi, sevilməyi öyrətdim bizə. Yaşlandı sevməyi. Bəzən sənsiz getməyi. Gülmeyi.
sensiz müəllimim, dediklərin doğru